Yaxşı. Deməli, bugün biz sizə negativ sentez öyrədəcəyik. Bir də so-dua ilə duayı ondan bir yerdə öyrənməliyik. Çünki so-dua ilə duayı cümlələrin negativ sentezdə biraz təsiri var. Dediyim kimi, mövzu asan bir mövzudur. Diqqət etməli olduğunuz əsas nüanslar nələrdir? Ən başlıca birinci, inkarlıqla bağlı birinci deyəcəyim qayda nədir? Biz inkarlıqla bağlı indiyə qədər biraz öyrənmişik. Harda öyrənmişik? Məsələn, demişik ki, zamanlarda inkarlıq nə ilə yaranır? Deyək ki, həmin zamana uyğun do not, does not indiki sayda, keçmiş zamanda did not, nə bilim, gələcək zamanda will not çalınır. Yəni not inkar ədatı ilə əsasən zamanların inkarı yaranır. Amma bəzi əvəzliklər, bəzi ədatlar, bəzi nə bilim bağlayıcılar, inkarlıq bağlayıcıları da var ki, onlar da həmçinin inkarlığın yaranmasına töhfə verirlər. Biz onda birinci başlayaq bağlayıcılardan, bağlayıcıların inkar cümlə yaratması və bağlayıcıların ümumiyyətlə inkar cümlədə işlənmələri ilə bağlı danışaq. Birinci növbədə mən sizə danışacağım neither nor bağlayıcısından. Neither nor. Neither nor bağlayıcısı nə də mənası verir? Deyirəm ki, I want to buy neither a pen nor a, məsələn, deyək ki, pencil. Məna fokuslandığımız bir şey deyil də. Baxın, neither nor burada nə də mənası verir. Neither nor iki dənə inkar saymayın da. Neither təhlildə əslində neither da inkardır. Nor da bir inkarlıqdır. Amma neither nor bir yerdə inkarlıqdır da. Nə də mənası verir. Nə deməkdir? I wanna buy neither a pen nor a pencil. Mən nə qələm, nə də karandaş almaq istəyirəm. Diqqət etməli olduğunuz nüans nədir? Neither a pen, baxın, sarı hissəni işarələyirəm. Niyə? Baxın, neither norun tərəflərində article-la işlənə biləcək söz varsa, o article-ın işlənməsi mütləqdir. Mütləqdir. Yaddan çıxarmayaq. Niyə bu qədər vacibdir? Yazıram. I want to buy no pen or a pencil. Or pencil. Bu cümlədə isə diqqət edirsinizsə, no or bağlayıcısı istifadə elədim. No or bağlayıcısı da həmçinin nədir deməkdir. Amma burada fərq nə oldu? Diqqət edirsiniz, artiklı yazmadım. Yadımızdaydısa, mən sizə əvəzi mövzusunda demişdim ki, no'dan sonra n, D. Yəni, hər hansısa bir article yaza bilmərəm. Demişdim, any yaza bilmərəm. Demişdim, of sözünüzü yaza bilmərəm. Burada da həmçinin diqqət elədinizsə, mən no or'un tərəflərində article yenə sildim. No or'un tərəflərində article işlətmək olmaz. Bax, diqqət eləyin. Nə no'dan sonra işlətmək olar, nə oradan sonra işlətmək olar. No or'un tərəflərində ümumiyyətlə article işlətmək olmaz. Sonra either or bağlayıcısı var. Either or. Either or bağlayıcısı ya da mənası verir. Amma inkar cümlələrdə həmçinin bu da nə də mənası verir. Necə? Bu dəfə deyəcəm I don't want to buy either a pen or a pencil. Aha, gördünüz, inkarlığı başqa şeylə yaratdım. Do not dedim. İnkarlığı either-la yarada bilmirəm. Unutmuruq. Either inkar deyil. İnkarda işlənə bilir. Ya dadır deməkdir normalda təsrif cümlələrdə. Amma inkar cümlələrdə nə də mənası verəcəkdir. I don't wanna buy either a pen or a pencil. Diqqət etməli olduğunuz nüans. Yenə görürsünüz ki, burada article işlətmişəm. Aydındırmı? Article-ın işlənməsi mütləqdir burada. Yaxşı. Both nə deməkdir? Hər ikisi deməkdir. Və yaxud bir də both and bağlayıcısı var. Həm də deməkdir. Unutmursunuz, bu bağlayıcılar inkar cümlələrdə ola bilməz. Bağlayıcı, daha doğrusu both and bağlayıcısı və yaxud both əvəzliyi inkar cümlələrdə işlənə bilməz. Hər ikisi deməkdir. Həm də deməkdir. Azərbaycan dilində də onsuz da bu inkar cümlələrə uyğun gələn sözlər deyil də. Yaxşı, bunları inkar cümlələrdə işlətmək olmaz. Çox vacib məsələdir bu da. Sonra, deməli biz neither nor, either or, no or bağlayıcılarından danışdıq. Bu bağlayıcıların haqqında bunların xəbərin uzlaşması barəsində də məlumat verməliyəm. Bayaqdan yazdığım cümlələrdə normalda bağlayıcılar mübtəda funksiyası daşımır deyə xəbər onsuz da dəxli yoxdur. Amma indi mübtəda funksiyası daşısa, məsələn belə bir cümlə deyirəm. Neither students nor the teacher have məsəl üçün deyək ki, have complaints about it. Yaxşı. Burada have yox, əslində has yazmalıyım, bağışlayın. Has. Complain about it. Baxın, diqqətli olun.
Neither nor bağlayıcısında, xəbər either or bağlayıcısında, neither nor bağlayıcısında, hətta nor bağlayıcısında. Bunlar əgər mübtəda funksiyası daşıyırsa, xəbər ona ən yaxın isimlə uzlaşır. Baxın, xəbər burada have has feildə düzdür. Ona ən yaxın isim nədir? Teacher. Yəni bizi burada students aldatmasın da. Has teacher təkdədir. Vəssalam. Xəbərin kəmiyyətini təkdə yazmaq lazımdır. Başa düşdük? Yaxşı. Bu da belə. Deməli bizə birazdan bir neçə testə baxacağıq. Bizə burada ən çox lazım olan nüans nədir? Ən çox nə ilə bizi çaşdıracaqlar? Neither nor danışdım mən sizə. Oraya yazacaqlar neither or. Olmaz. Neither nor işlənməlidir. Mən sizə either or yazdım. Onlar yazacaqlar either and. Yazacaqlar either no. Olmaz. Either ordur sabit forma. Mən yazdım no or. Onlar yazacaq no nor. Olmaz. Sabit forma no ordur. Aydındır? Sonra and ilə bağlı danışım sizə. Unutmayın, inkar cümlədə həmci sözlər bir-birinə and bağlayıcı ilə bağlana bilməz. İnkar cümlələrdə həmci sözlər bir-birinə and ilə bağlana bilməz. Onun yerinə orla bağlanacaqdır. Məsələn, I don't want to buy a pen and a pencil. Bu səhv olacaq. Çünki bu cümlə inkar cümlədir. Burada iki həmci söz var. Bunları bir-birinə and ilə bağlamaq olmaz. Onun yerinə yazıla bilərdi o. Bu da vacib məsələdir. Amma bu da bizi başqa bir yanılğıya sürükləyər. Mən təkrar edirəm cümləmi. İnkar cümlədə həmcins üzvlər bir-birinə bağlana bilməz. Amma iki inkar cümlə bir-birinə bağlana bilər. Əndlə. Necə? Deyirəm ki, I don't want to buy anything. And Samir məsələn doesn't belə deyim either. Yaxşı. Deyirəm mən heç nə almaq istəmirdim və Samir də istəmirdi. Samir də almaq istəmirdi. Yəni görürsünüz iki dənə inkar cümlədir. Bir-birinə əndinə bağlamışam. Cümlə cümləyə bağlana bilər, amma cümlə daxilində, inkar cümlə daxilində həmci sözlər bir-birinə əndlə bağlana bilməz. Asan mövzuda diqqətli olsanız bütün qaydalara asan mövzudur. Yaxşı, davam edirəm. Başqa nə deyə bilərik bu inkarlıqla bağlı? Bircə dəqiqə testə baxım. Yaxşı, inkarlıqla bağlı başqa, amma testə baxmasam qatacağım. Çünki bəzən yadımdan çıxır, bəzi vacib nüansları unuduram. Hani burada negative sentence 63-cü səhifə. Exit full screen 61. Mamlok açıqdır 61. Yaxşı, deməli burada bunları demişik. Yaxşı. Hardly cümləni nəyə çevirir? Hardly. İnkara. O qaydanı da unutmuruq. Hardly cümləni inkara çevirir. Bunu onsuz da bilirik. Bir də deməli vacib məsələ bir də qaldı. Bir də qaldı so do aynı məsələləri. Yaxşı, bir dənə də qayda yazım keçəcək so do aynı məsələlərinə. Yaxşı, bir də deməli unutmursunuz ki, bir cümlə heç vaxt neither'la bitə bilməz. Sonra any'nin törəmələri, məsələn mən yazıram anything'i bura, qalanlarını da siz tutun da anything, anybody nə olur olsun. Any'nin törəmələri either və yaxud either or. Bu birləşmələr, bu sözlər inkardan əvvəl gələ bilməz. İnkardan sonra gələ bilər, inkardan əvvəl gələ bilməz. Bir cümlənin sonunda either varsa, yet varsa və yaxud at all varsa, o cümlə mütləq inkarda sayılmalıdır. Bir cümlənin sonunda either varsa, yet varsa, at all varsa cümlə inkarda olmalıdır hətta, sayılmalı yox. Cümlə mütləq inkarda olmalıdır. Bax, buradan başa düşəcəyimiz, bunlar inkarlıq yaratmır. Bunların olduğu cümlələr inkarda olmalıdır. Sonra bizə lazım olan başqa nüanslar deyim sizə. Bir cümlənin sonunda as well varsa, as well as demirəm, amma as well deyirəm. To varsa, cümlə mütləq təsdiq cümlədir. Bir cümlə to və ya as well ilə bitirsə, mütləq təsdiq cümlə olmalıdır. Bir cümlədə ortada also varsa, cümlə mütləq təsdiq cümlə olmalıdır. Yaxşı, bax dedim ki, təkrar edirəm buradan etibarən. Anything, yəni any'nin törəmələri either və yaxud either or
birləşmələri inkardan əvvəl gələ bilməzlər. Sonra işlənə bilərlər. İnkardan əvvəl gələ bilməzlər, sonra işlənərlər. Sonra either, yet, at all. Yalnız inkar cümlələrin sonunda işlənə bilərlər. Təsdiq cümlənin sonunda bu sözləri görə bilmərsiniz. Yəni görə bilərsiniz, yəni o cümləni səhv ki qəbul edəcəksiniz də. Sonra bir cümlə as well və ya to ilə bitirsə cümlə mütləq təsdiq cümlədir. Cümlənin ortasında also varsa cümlə mütləq təsdiq cümlədir. Bura qədər belə. İndi sizə bu so do I, bu mövzunun adı yoxdur. Deyəcəm so do I, neither do I məsələn. Birinci başlıq kimi belə verirəm. Niyəsini deyəcəm. Neither do I. Amma bu cümlələr nədir? Bu cümlələri başa düşmək üçün sizə belə çox lori bir misal çəkəcəm. Düşünün məhləni. Hamı kənd, şəhər həyatı yaşayan, hamının məhəllədə qonşuları zadı var da. Düşünün o ən çox danışan qadınları, o küçədə durub söhbət edən qadınları. Biri deyir ki, mənim başım ağrıyır. Bu aralar çox başım ağrıyır. O birisi nə deyəcək? Klasik cavab. Eləməlidir. Bax, soda, nidda cümlələr budur. Desə ki, əgər bizim uşaq bu aralar yaxşı oxumur, o birisi 100% nə deyəcək? Elə bizimki deyil. Nəsə bu aralar çox qudur. Bax, bu misal odur. Yəni, təsdiqə təsdiq, inkara inkar formada. Elə mənimki də, elə bizimki də cümlələridir. Necə quracaq? Təsdiqə təsdiq. Deyirəm ki, I have had a strong headache recently. Son zamanlar çox başım ağrıyır. Bunu diyalog saysaq, son zamanlar çox başım ağrıyır. Buna cavab nə deyəcək? Elə mənimki də. O cümlələri necə quracaq? Birinci modelimiz nədir? Təsdiq cavabı veriləcək cümlə modellərini deyirəm sizə. Birinci modelimiz nə idi? So ilə başlayan modeldir. So ilə başlayan modeldir. Amma ondan sonra nə gələcək? Birinci cümləyə uyğun köməkçi və ya modal feil gələcək. Birinci cümləyə baxırıq. I have had strong headache recently. Bu cümlənin köməkçi feili var ya yoxdur? Hansıdır? Have-dir. Əla. Have-dən sonra had gəlibsə, deməli have köməkçi feildir də. Have. So have I. Deməli, ardıcılığa diqqət edin. So, köməkçi və ya modal feil, sonra mübtəda. Bu ardıcılığa diqqət edin. Çünki normalda mübtəda plus have gəlməlidir axı. Amma bu ardıcılıq daxildə fərqli olur da. Have üstə gələk mübtəda gələcəkdir. Yaxşı, ikinci modelimiz nədir? İkinci modelimiz to ilə bitən modeldir. Məsələn, deyə bilərəm ki, burada I görərsiniz, deyəsiniz ki, ancaq I ilə cavab verməliyim. My brother ilə cavab verirəm də. My brother, məsələn, has to. Deməli, bu cavab modelində nə edirəm? Mübtəda, üstə gələ uyğun köməkçi və ya modal feil to ilə bitirməliyəm təsdiq cavablarda. Yadımızdaydısa, bayaq mən dedim ki, bir cümlə to ilə bitirsə mütləq təsdiq olmalıdır. Bax, görürsünüz, təsdiq cümlə modelidir bu. Üçüncü modeldə isə mən inkarda verəcəm cavabı. Niyə batla işlədəcəm çünki? Bat axı ziddiyyət yaradır. Amma çox nadir hallarda olsa, o sizə deyər ki, yox, mənim başım canım ağrımır. Onu deyərik, but I inkarı, have-in inkarı, haven't. Yaxşı mı? Başa düşdük. İndi bunun inkar cümlə modelləri üstündə işləyək. İnkar cümlə modellərində deyəcək ki, məsələn deyək ki, Samir has a lot of, məsələn, a lot of problems. Samirin çox problemləri var. Yaxşı. Bu cümlədə cümlə modelləri necə qurulur? Birinci model, üz istəyirəm. Has deyənmərəm, axı, doesn't have deyərəm də. Doesn't have a lot of problems. Deyirəm, Samirin çox problemi yoxdur. Yaxşı, cümlə inkar olmalıdır, cavab. Deyəcəm, neither. Birinci cümləyə uyğun köməkçi və ya modal feil nə olur? Does olur da, elə. Does'ın özü ilə inkar yaradıb göstərib ki, mənim köməkçi feilim does'dır da. Does. Məsələn, deyərəm, I. Neither does deyərəm, do deyərəm, I. Neither do I. Heç mənimdə. Samirin çox problemi yoxdur, deyirəm, heç mənimdə. Neither çünki inkarlıq yaradır, eləmi? İkinci modelə baxıram. Deyirəm, I do not either. Mənim də problemim yoxdur. Deməli, either cümlənin axırında olanda cümlə inkar cümlə olurdu. Orada either'ın mənası dadə olur da. Heç mənim də problemim yoxdur. Və üçüncü model, but deyərəm, amma mənim var. I do. Amma mənim var. Model belə olur.
Aydındır? Ha. Yaxşı. Okay. Bir dəqiqə sharing'i çevirim. Hani testlər olan yerə. Çünki düşməyəcəkdir. Yaxşı. Keçdik bura. Burada deməli bir neçə modelə baxaq birlikdə. Və birinci testə baxırsınız. There was a dictionary and an encyclopedia in the reference library. Baxın. Burada diqqət edəcəyiniz hissə a dictionary and encyclopedia bu hissədir. Biz inkara çeviririk bu hissəni. Baxın, neither dictionary nə çatmır? O Ya article çatmır. Article çatmır. Bax, bura article yazmaq lazım idi. Düzdürmü? Neither, norun tərəflərinə article yazırıq çünki. Baxıram bura. There was neither a dictionary nor an encyclopedia in the reference library. Doğrudur. Gəlirəm bura. There was no dictionary. Article yazmamalıydı, hə, nodan sonra. And yazıbdı. Or yazmalıydı, həm o səhvdir. Həm də bura an yazıbdı. Mən demişdim ki, norun tərəflərində article işlətməyin. Gəlirəm D bəndinə. There was not either dictionary. Hanı article? And an encyclopedia in the reference library. Bura article'ı mütləq yazmaq lazım idi. Gəlirəm D bəndinə. There wasn't a dictionary and inkar cümlədə and ilə həmcə sözləri bir-birinə bağlamıram və inkar cümlə to ilə bitə bilməz. Aydındır. Devam edelim ikinci testə. When Albert Einstein went to school, neither his parents nor his teachers knew about his abilities. Neither his parents nor his teachers. Qaydasındadır, problem yoxdur. Gəlirəm ikinciyə. I couldn't let him go without no word. Yaxşı, iki dənə inkar var burada. Couldn't, no. Bir də qeyd eləyərsiniz, withoutdan sonra any işlənər. No işlənə bilməz. Withoutdan sonra no işlənə bilməz, any işlənər. Yaxşı. Withoutdan sonra no işlənməz, any işlənər. Yaxşı. Baxıram bura. Hardly cümləni inkara çevirib. Hardly. İnkara çeviribsə, burada somebody'nin nə işi var? Axı biz öyrənmişik ki, some və some'un törəmləri yalnız təsdiq cümlələrdə işlənir. Düzdür? Getdim. Gəlirəm bura. Hadn't to. Burada çox diqqətli olursunuz. Having, hasn't, hadn't inkarı necə olur? Deməli, yadımıza salırıq. Have, has. O halda sual inkarı yaradardı ki, participle to ilə işlənsin. Və ya lap lori formada sizə deyirəm. Nə vaxt ki, have not to, has not to, had not to, hətta need not to görmüsünüzsə, mütləq səhvdir. Haven't to, hasn't to, hadn't to, needn't to formaları istənilən halda səhvdir. Sonra gəlirəm bura. Baxın, doesn't inkarlıq yaradan bir vasitədir də, yaratsın. Okay. Bəs bu cümlənin əsas feili hanı? Baxın. İndiki sadə zamanda inkarlıq do doesn't yaranır. Düzdür? Don't, doesn't qoyuruqsa bir dənə əsas feil qoyuruq axı. Əsas feili yoxdur. Feilin birinci formasında bir əsas feil qoyurduq. Düzdür? Eyni sual cümləsini necə axtarırdıq? Do does, mübtəda, əsas feil. Burada da don't, doesn't üstəgəl əsas feil axtarın da. Bu cümlənin əsas feili yoxdur axı. Bu cümlədə burada olmalıdır do. Çünki to do ifadəsi var. To do shopping ifadəsi də bazarlıq etmək deməkdir. Bax, bizi ən çox bunlarla vuracaqlar. Bax, to do shopping ifadəsi var. Do orada əsas feildir. To do cleaning ifadəsi var. Bir də to do homework ifadəsi var. Ən çox 3 ifadəyə fokuslanırlar. 3 ifadədə bizi çaşdıra bilərlər. Səhvliyi tutdunuz. Aydındır burada nə səhvdir. Gəlirəm digər bəndə. There was a letter and a telegram in your bag. Yaxşı, a letter, a telegram. Yaxşı. A bəndində nə problem var indi? Həbib. Article yoxdur. B bəndində. Article vardı burada, tam tərsinə. Article vardı deyə problemdə, nə orada? C bəndində. Həm and, bəli, or olmalıdır andin yerinə, həm də article hanı ki burada. Həm də to ilə vardı. Ay, sağ ol, həm də to ilə. Bir dənə C hərfini düz yazıblar. Gəldik D bəndinə. Yox, no ilə or işlənər. Sadəcə article yox. Article, no ilə and işlənməzdi, or işlənərdi. No or idi bağlayıcımız, amma article olmamalıydı, olubdu. Deməli, cavab elə D variantıdır. Y bəndində həm andin olmağı, həm to-ün olmağı problemdir. Cavabımız D variantı. And inkar cümlədə qoymursan da, inkar cümlədə cümlə bir-birinə bağlana bilər and ilə. Bəli. No orla, no ilə article işləmir. Yaxşı. Mən elə bilirəm ki, bu hissə sizə aydın oldu. Biraz keçəm daha o soduay hissələrinə də. Onları da bilək. Məsələn, I did not see
him yesterday. Baxın, bu cümlə inkardırsa, cavab modelim 100% inkardır. But yoxdursa da, but yoxdur ki cavablarda inkar cavab axtarırım. Yaxşı, baxın, A bəndiyindən bizi çox çaşdıracaqlar. Mən düsturu dedim ki, neither köməkçi feil, sonra mübtəda. So, köməkçi feil, sonra mübtəda. A bəndində söz sırası pozulubdur. Did bil olsaydı baxardım buna. B bəndi ümumiyyətlə təsdiqlədir. Y, diqqətli olaq. Y bəndində also var. Bayaq vurğulamışdım ki, also əzbərləyəsən də hələ. Also oldusa cümlə 100% təsdiq olmalıdır. Mənə isə inkar cavab lazımdır. To ilə bitirsə cümlə 100% təsdiq olmalıdır. Mənə isə inkar cavab lazımdır. Cavabımız olur C variantı. Düz işaret, değil işaret değil. Aydındır. Yaxşı, 21-i hamı düşünsün özü sərbəst. Səhifə 64 olmalıdır, deyəsin. Sən niyə cəmaatı burada xıncırsan, Tunay? Değil mi? Ben de ayrıyım lazım o. Hamı cavab tapsın sonra. Ben de. 21. Zıvı. Düz. Ha, değil mi? Zıvı ediyorum bana. Gözlə şeydə baxsın. Nihalı gözləyirik. Aus olmaz. 64'tü da. Bakmışam aus olmaz böyle. Aynen belirtti. Hangisi? Olmaz. O soyladı tersten çevirdiğin. O da düz yani. Bana nedir'den didin işlem var. Orada da nedir değil ki düz işlem var. Söz var. Bence Bəli. C bəndə olur. Bəli. Niyə? Ben sonunda işlem böcek için. Yok. İdir inkarın sonunda işlənməlidir. Onsuz da mənə inkar cavab lazımdır da. Sosyal sorumluluk. Yox. Eder Niderland dedi işlenmez ama. İnç olsun. Niderland vardır. Yaxşı. Okey. Aydındır da. Tamam. Baksan da. Səmin 63 dənə testi. Bunu da yazdım. Bəli. Başka bunda yorsun.